Doğru hərəkət edən liftlərdə olan M kütləli cisimlərin çəkiləri arasında hansı münasibət doğrudur? Bu cisimlər aşağıya doğru hərəkət edir, şəkildən də məlumdur. Aşağıya doğru hərəkət edən cisimlərdir. Bunlar nə yadımıza salaq birinci ilkin olaraq? P bərabərdir mc düsturunu biz öyrənmişdik. Çəkidə dedik ki, cisim sükunətdə olarsa və yaxud da ki, düz xətli bərabər sürətli hərəkət halında olarsa, çəkinin düsturu mc'dir və sükunətdəki çəkini də P0-dan da qeyd edə bilərdik. Cisim şaquli yuxarı yönəlmiş A təcirlə hərəkət etdikdə çəkinin düsturu M vurulsun J plus A-ya bərabər olur. Aşağı yönəlmiş A təcirlə hərəkət etdikdə isə M vurulsun J çıx A-ya bərabər olur. Hökmən deyil ki, bütün hallarda bu belədir. Yəni necə? Tutaq ki, aşağıya doğru hərəkət edən, müəyyən bir təcirlə hərəkət edən bir cisimdən söhbət gedirsə, burada bütün hallara deyə bilmərik ki, düstur M vurulsun J çıxa olur. Nəyi demək istəyirəm sizə? İndi test sualının izahında aydın olacaq. Birinci halda deyir ki, cisim aşağı doğru bərabər yeyinləşən hərəkət edir. Bu cisim V sürəti ilə aşağıya doğru bərabər yeyinləşən hərəkət edirsə, biz də bilirik ki, yeyinləşən hərəkətdə təcil vektoru da aşağı doğru yönəlməlidir. Yəni sürətlə eyni olmalıdır. Mən o nöqteyi nəzərdən deyirəm. Yəni sürət vektoru burada aşağı yönəlibsə və cisim bərabər yeyinləşən hərəkətdədirsə, təcil vektoru da aşağı doğru yönəlməlidir. Bu zaman çəkinin düsturu M vurulsun J çıx A-ya bərabər olmuş olacaq. P1-in düsturu budur. İkinci halda cisim bərabər sürət, birinci hal dedik, ikinci halda cisim bərabər sürətli hərəkət edir. Bu zaman çəki düsturu MJ-dir. Üçüncü halda cisim yenə aşağı doğru hərəkət edir, məlum məsələdir, amma yavaşlayan olaraq. Deməli, V-ni yönəldirəm aşağı doğru. Yavaşlayan olduğu üçün təcil vektoru yuxarı doğru istiqamətlənir. Niyə yuxarı doğru istiqamətlənir? Çünki sürətin əksisi olmalıdır. Sürət vektoru aşağı yönəlirsə, təcil vektoru yavaşlayan hərəkətdə onun əksinə. Yəni yuxarı doğru yönəlməlidir. Bu zaman çəkinin düsturu P3 yazıram buna. Buna P1 dedim. Buna P2 deyəcəm. Bu isə olur P3. Bu zaman düstur olur M vurulsun J üstə gəlsin A. Baxın, biz nə olsun ki demişdik ki, indi o 3 dənə halda düsturda öyrənmişik onları. Aşağı yönəlsə də bu cisim, burada çəkinin düsturu M vurulsun J üstə gəlsin A oldu. Niyə? Cisim bərabər yavaşlayan hərəkət etdiyi üçün. Deməli, birinci halda düsturum M vurulsun J çıx A-ya bərabər oldu. İkinci halda MJ-yə bərabər oldu. Üçüncü halda isə M vurulsun J üstə gəlsin A-ya bərabər oldu. Bunları müqayisə edəndə təbii ki, ən böyük olacaqdır P3. Ən böyük qiymət P3-dür. Plus A, yəni üstə gəlsin A məsələsinə görə. P2 ortada qalacaq. Nəyə görə? Çünki P3 P2-dən böyükdür. P2 də öz növbəsində P1-dən böyükdür. Çünki yəni biri var MJ hasili, biri var M vurulsun J çıx A. Məlum məsələdir ki, MJ M vurulsun J çıx A-dan böyük olacaq. P3 böyükdür P2-dən, o da böyükdür P1-dən. Doğru cavabımız olacaqdır A variantı.